Demək uşaqlar bu gün kreativ qarğışlarınıza baxacağıq. Görələr nə qədər kreativ qarğışlar çıxarda bilibsiz. YouTube'da bir dənə shorts paylaşmışdım ki, kreativ qarğışlarınızı yazın. Siz də yazıbsınız və 1900 dənə yorum gəlib, 1905 dənə yorum gəlib. Hələ mən bu videonu çıxan tarixdə deyirəm. Tapa bildiyim sadəcə bu qədərdir. 30-35 dənə yaxşı qarğış tapa bildim. Görələr nə tər qarğış yaza bilirsiniz. Getdik. Sizin də yaxşı qarğışlarınız varsa yorumlar qisminə yaza bilərsiniz. Gecə yarısı səhvən köhnə sevgili 3 il əvvəl şəklinə like atasan, geri götürə bilməyəsən. Özdə bunun ən pis tərəfi bilirsiniz nədir? Siz like atırsınız yo, geri götürsəniz belə, o like attığınızı bildirim və onsuz da çoxdan ona getmiş olur. Yəni siz götürsəniz belə, yəni o bildirim ona gedib də başa düşsən, yəni hələ də onu unutmadığını bilir və hələ də onu stalkladığını bilir. Sən görüm çiməndə kuxnada suyu atsınlar. Mən belə bəddua görməmişəm. Yəni bu videonun bəlkə də başlığı kreativ bəddualar qoymalıydı. Bəlkə onda daha yaxşı yorumlar yazardım. Bir şey başım çıxmır ki, qardaş. O boyda sistem qruplar cəmaət nə Marsa roket göndərir, hə, nə bilim AI-cat düzəldilər, nə bilim öz-özünə hər şeydən robot düzəldilər, hə. Amma ki, bu kuxnada suyu açanda, səhv dedim. Çiməndə bu kuxnada atsan suyun çiməndəki suya təsir eləmənin təsirin düzəldə bilmirlər də. Yəni başa bilmirlər ki, bu niyə olur və bunun qarşısını necə almaq olar. Sən görüm qulaqçığın qırılsın. Yo, elə şey demə. Elə şey demə. Gəlib nə deyəcəksən? Olmaz. Mən qulaqçıqsız bir heçəm. Amma sənə bir dənə söz deyim. Həqiqətən də pis gündədir. Buna baxa bilərəm. İnşallah mən qulaqçıq göndərən varsa, onlar Instagrama məndən əlaqəsi var. Pis tərəf bilirsiniz nədir? Mən bu qulaqçığı aldığım yerdə bu qulaqçıq qutarıb və gəlməsini gözləyirəm ki, tələsini alım. Çünki başqa qulaqçıq almaq istəmirəm. Nə yavaşsan. Bu qulaqçıq ucu mənim üstümə yapışıb da. Başa çöldə biri görəndə məni bu qulaqçıqla tanıyırlar da. Buna görə də istəmirəm fərqli bir qulaqçıq taxım ya da qara bir rəng falan taxım. Ancaq bundan gedəcəm. Sən görüm ən önəmli anıl videoya seçmək istəyəndə rekord tuşuna basmıyorsan, zibbilə qalsın. Belə bir şey ola bilməz. Fikirləşsən, hə? Uşağın yeri, uşağın ilk dəfə yeri, ya da ki, uşağın ilk dəfə nəsə bir söz deyir, danışır da. Sən də video çəkmək istəyirsən və həyəcandan çəkdiyin fikirləşsən. Baxırsan görürsən heç basmırsan tuşa. Çox pis olar ya məncə də. Özün kimi bir insan çıxsın qabağa. Bax bunu çox vaxt mənə anam deyir. Deyir ki, özün kimi inşallah uşağın olar falan deyirdi. Mən deyir ki, inşallah olar. Bu arada mənim kimi bir insan mənim qabağıma çıxsa mən şükür edirəm də, yəni sən öl də. Bu egoistik falan deyil bu arada. Yəni düşünürsən niyə özün kimi bir insanla mən çox yaxşı uyuşaram ona görə fikir. Sən görün Wi-Fi-sız evə gəlin gələsən. Qardaş mən bəyəm, niyə kiməsə gəlin gedim? Valla keçsən bəy gedərəm də. Bəlkə də hansısa xanımlara qarşı edilmiş bir qarğışdır bu, başa düşə. Önəmli bir yer üçün hazırlaşırsan, saçın yağlı olduğu yadına düşər, gedib yumağa başlayarsan, şampunun olmadığını görə. Oy, zibilə qalsın. Mənim piyə başım çıxmır. Yəni sən axırıncı dəfə şampunu istifadə edəndə onun içinin qurtardığını görməyibsənmi dostum? Ən pis ehtimal gedib fer ilə falan yuyarsa yəqin. Ya da daha yaxşı bir fikrim var. İçinə su doldurma. Megawide üçün vurduğun konturun kreditdən çıxsın. Oy, zibil. Abi bunu həqiqətən də var. Yaşamayan yoxdur ha mənim fikrimdə. Allah yəni kredit hər səfərində yəni ödəmək mi yaddan çıxır, ödəmək mi istəmir heç bilmirəm. Amma ki çox vaxt. Yəni Megawide üçün vursan kontura, bir də gördün ki, vəsə yox. Yəni təzədən vurasan gərək konturu. Quş dediyin soyadını daşıyanın olsun. Bu kreativ qarğış deyil, bu bildiyin qarğışdır. Yəni baş, oy zibil. Heç kəsin başına belə bir şey gəlməsi istəmirəm. Sənə deyirəm. Buna görə də heç kəsə quş deyil. Heyvanın adını nə tər pis çıxardıblar, mən başım çıxmır ya. Görüm qızın sənə verdiyi su butulkasının qapağını aça bilmirsən, sonra qız səndən alıb özü aç. Oha, biabırçılıq səni öldürəm, nə elə? Bir dənə butulka belə aça bilmirsən, sən münasibəti necə ayaqda saxlayacaqsan? Mən bunu deyə bilərsən həqiqətən də. Deyə bilmərsən, çünki sən sadəcə bir dənə kola butulkasını belə aça bilməyən adamsan. Qulaqcığını götürmək yaddan yox, bunu eləməyin. Bax, həqiqətən səbirlə söz deyim bax. Əgər harasa gedirəmsə, metroya qədər çatmış olsam belə arxaya qayıdıb qulaqcığımı götürürəm. Çünki qulaqcıqsız mən bir heçəm dostum. Keçmişə gedəsən, amma əkiz güllər nə deyil? Gedim də əkiz güllər nə olacaq ki, 2001-ci ildə deyiləmsə problem yox. Evdə 18 plus filmə baxasan, otağa atan girəndə ver mən də baxım. Gözümü canlanır. Zordur ya. Ay nə baxsana köpək olun küçüyü. Ata başa sala bilərəm. Bu mən sevdiyim aktyorca bir yerdə baxar. Sən görüm hamamda lüt girib qonşunun evində belə bir qarğış yoxdur. Həqiqətən deyirəm. Əgər qarğışdırsa böyük ehtimal çox ağır bir qarğışdır. Prosta yazının cümləni başa düşmürəm. Buna görə qarğışım mənəm. Evin olsun, yuvan olmasın, beşiyin olsun, uşağın olmasın. Nədir bu qardaş? Sənin içində tutub sonra bu videonun gəlində qusmağa gəlir başa düşmürəm. Belə bir qarğış yoxdur da. Yəni beşiyin olsun, uşağın olmasın dedi. Allah, adamın zaten uşağı yoxsa niyə beşik alır? Belə bir ehtimal ola bilər. Uşağı olandan sonra uşağı nəsə yaxşı başımda. Yaxşı qarğış. Təbrik edirəm səni. Səndən yaxşı qarğış yazan yox. Babas düşmənimə belə istəmərəm belə bir şey. Amma sən istəyəcəyinə əminəm. Çünki yaxşı bir insan deyilsən. Əslən mən də yaxşı bir insan deyiləm. İnşallah 1 milyon olasan mən qarğış eləmirəm. Günah. Çox öpürəm səni. Həqiqətən ürək sənə. Sən bu qarğış videosunun altına sadəcə qarğış yağın. İnşallah abunə olun 1 milyon olaq da xahiş edirəm. 1 milyon başım buraxdım. Heç olmasa 200 min olaq. WhatsApp-da mesajı silərkən hamı üçün sil yerinə səhvən mənim üçün silə basarsın. Ay zibil. Bunu məncə yaşamayan, yəni cavanlıq, həyat, ümumiyyətlə həyat yaşamayıb da mənim fikrimdə. Çünki başa düşsən, bunun məncə çox adam yaşayıb. Bəlkə də böyük bir qismi yaşayıb da insanlıq. İnsanlıq özü də. İnsanlığın bəlkə yarısı telefon işlətməyi bilmir. Bu arada sizə bir dənə söz deyim, belə bir dənə şaya yayılmışdı bir aralar. Deyirlər ki, nə bilim, mesajı kiməsə göndərəndə, əgər tək xətdirsə, onu özündən sil eləyəndə adama cep düşmürmüş. Yəni, bəli, pis bir şəkildə bunu deneyimləyib gördük. Yayda balışımın iki tərəfdə isti. Bu qəşəng idi. Bu qəşəng idi. Xoşuma gəldi. Yəni xoşuma gəlmir. Sadəcə yorum olaraq xoşuma gəldi. Başa balışımın iki tərəfi də isti olsun.
Yaxşıymış, qəşəngmiş. Şəhsən yatmısan, hə, belə istidə başa ölürsən. Deyirsən ki, başımı çevirim, bir sərinliyim də. Çevirsən görsən o birisi tərəfdəsən. Sən yazdan qaraqışın mən. Sevdiyin adamın mesajını həmin adama atasan. Belə bir diqqətsizlik bir insan necə eləyə bilər, mən başa düşmürəm. Keş burada kimləsə yazışırsan, hə, həmin adamın qeybətini qırırsan da, başa düşürsən. Sonra SS eləyib atırsan kiməsə. Həmin adam da o atdığın, danışdığın insandır. Cümləni çox pis qurdum. Yəni mən cümlə qura bilmirəm. Mən Azərbaycan dilli müəllim yazdım. Azərbaycan dilli müəllimlər məndən əlaqə saxlasın, xahiş edirəm. Evləndiyin qızın belində don't stop yaz. Bu nə mənə gəlir ki, mən başa düşməliyəm. Yəni yazsan olacaq, yazmasan olacaq. Tam otaqdan çıxanda nə üçün gəldiyin undasan, geri qayıdanda xatırlayasan, təzədən otağa girəndə yenidən yandan, ay zibilə qalsın. Bunu zaten qarğışın başım bırax. Zaten hər gün yaşanır da bu. Bizdə çox dəhşət B12 əksikliyi var, sən öldürəm. Yəni B12 ümumiyyətlə nə yaxşı gəlir ki? Uşaqlar B12 ümumiyyətlə nə yaxşı gəlir? Uşaqlar B12 ümumiyyətlə nə yaxşı gəlir? Çindən arasında elə bir şey girsin ki, dilinlə çıxarda bilməyəsən, ətrafda da diş söpü olmasın. Xüsusilə də toyda və ya restoranda, ya da ki, afisantdan sadəcə deyə bilərsən ki, mənə bilən diş söp gətir, dostum. Dil çünki bilirsiniz necədir? Dil belə işlərdə çox bəzəriksizdir. Bilmirəm niyə. Qardaş, dilimi vururam hə, dilimi vururam, görürəm də o şey ordadır. Nəsə bir şey var da, nə olduğunu tam bilmirəm. Ay çıxarda bilmir yazıq. Ancaq elə bil nəsə bir şey çıxıb da oradan. Düzdür, dişdir bu. Bu dişli elə bil ki, nəsə çıxıb oradan belə də girib ara. Dil ona belə eləyir. Bax, heç nə eləmir, çıxarda bilmirsən. Əlinin xınasını gözünün yaşıyorsun. Allahdan əlimə xına çəkmirəm də, yəni ya da çəkməyəcəm də. Başıma belə bir şey gəlməz. Amma ki, bir qıza edilə biləcək çox ağır bir qarğışı sən öldürəm də, yəni əlinin xınası gözü yaşıyorsun da Allah. Filmimin ən maraqlı yerində reklam gəlsin. Nətər yəni bunun kimi. Burada gördüyünüz kimi Dolph Game vasitəsilə fərqli oyunlara pul vura bilərsiniz. PUBG Mobile var, Free Fire var, Mobile Legends var, Valorant var və istədiyiniz Supercell oyununa rahat bir şəkildə pul vura bilərsiniz. Hətta bununla da məhdudlaşmayıb burada gördüyünüz fərqli Duolingo, Standoff, Futbol, TikTok, Discord və istədiyiniz hər yerə pul vura bilərsiniz. Ehtiyacınız olan çox şey dolphgame.com-dadır. Məncə bu fürsətlərə qatılmamaq lazımdır. Link hər videomun açıqlamasında var. Xoşbəxtliyə gedən yolda şalvarın düşsün. Bəli, sən tutubsan temanı, sən tutubsan temanı. Xoşuma gəldi. Kreativ qarğış işlərində tam olaraq da bu tipdə şeylər istəyirdim. Dostumuz həqiqətən də bunu bacarıb. Xoşuma gəldi. İnşallah sən də xoşbəxtliyə gedəndə şalvarın düşər. İnşallah şalvarın yox da. Yaxşı, nəsə çox dillərə get. Toy gecəsi arvadan regl. Bir həftə gözləyirəm, heç nə olmaz. Bir dəfə nə vaxt idi bilmirəm. Bir dənə izləyicim mənim yorumlarıma belə bir şey yazmışdı. Deyir ki, regl sözünü niyə senzura ilə deyirsən, ya da ki, niyə heç demirsən, ayıb bir şeymi falan yazır. Bax hələ dostum, bax hələ. Mən bu videoya anam atam baxır. Plus bu söz qadınlara aid olan bir şeydir də. Yəni başa düşürsən, yəni mənim bu sözü istifadə eləməyim nə qədər düzgündür. Bəlkə də sənin bunu istifadə eləməyinə heç problem yoxdur da. Prosta mən istifadə eləyə bilmərəm axı qardaşım. Yəni bunu başa düşürsənmi, başa düşmürsənmi bilmirəm. Anladın ki, mən oğlanam. Yəni mənim ətrafımda bu sözü ümumiyyətlə istifadə eləməyiblər. Bu söz ümumiyyətlə açıq-aydın deyilməyib və ona görə də mən ayıb bir söz kimi öyrədilib də, başa düşürsən. Yəni bəlkə elə deyildir, bəlkə sənin fikirində elə deyildir bu. Amma ki mənə belə öyrədiblər deyə mən məcburam ki, bunu belə deyim. Bəlkə də sosial media üçün belə deyildir bu arada. Yəni rahat bir şəkildə deyə bilərəm. Prosta mənə evdə belə öyrədiblər deyə məcburam ki, mən də belə deyim. Yoxsa atam bu qismi mənə atacaq deyəcək ki, utanmırsan, ona sözü demisən videoda. Yəni az eləməyib də, yəni ona görə deyirəm. Saçından bir parça hər dəqiqə anlığa düşsün və düzəldə bilməyəsən. Bu videoda düşməyib deyəsən, ya da bayaqlar düşdü deyəsən, düzəltdim sonra. Sən bu qarğışı götürdüm, yazdım bir kənara və səni tapacağam evə gəl. Sən görüm qızarmış kartofun olsun, amma mayonezin olmasın. Nətər yəni başa düşmədim. Deyir ki, kartofun olsun, mayonezin olmasın. Ay mayonezsiz kartof yeyə bilərsən. Sən məzələnsən məndən. Amma sənə pis bir xəbərim var dostum. Mənim mayonezim də var, ketçupum da var. Bunlar niyə mənim evimdə bu haldadılar deyə soruşmayın. Soruşacaq olsanız da sizə belə bir dənə cavab verin. O günlərdə dönər yeməyə getmişdik. Dönər deyəndə hətta üsulü belə dönər kimi bir yer idi. Hə, dönər kimi bir yer idi. Nə açaq oğlum mən. Hər nəsə də sosları bu cür vermişlər. Biz də 2 nəfər getmişdik. Başqa bir dənə oğlan dostumla. Mən soslarımı istifadə etdim. Ancaq gördüm ki, o qutarı gedəndən sonra soslarını götürmədim. Mən götürdüm, qoydum cəbimə. Nə eləməyim, nə qaram kasıbsız səviyyəmdə, nə qaram mən. Ay başın analiz bankasına oxşuyur. Kreativ qarğış yazın dedim, mən təhqir yazın demədim. Yəni biraz da YouTube'dan belə doğaçlama oxuyaq. Görələr nətər YouTube bayaqçı yazdığı deyə oldu ya, buna bax bilər. Sən görüm dönər alanda ayrana pulun çatmasın. O yüzü böyük. Qara mərmərdən baxasan. Qara mərmərdən baxasan. Zaten qara mərmər görsən sən oradan baxa bilmirsən, qardaşım. Oyunun ən maraqlı yerini zaryadkan 1 olsun, adapterdə yanında olmaz. Çox dəhşət qarğışırmış həqiqətən. Cəmaətin içində zarafat eləyəndə heç kim zarafatını başa düşməsən, zarafatını açıqlamaq lazımdır. Ay bu pisiymiş Allah. Mən bunu yanılmamışam, deyəsən görməmişəm bunu. İnşallah saçın açıq olar və ağ köynəyin geyindiyin bir gündə gloss qurmuşsandır və külək saçını glossa yapışdırır və köynəyin ləkələnər qızlara aid. Yaxşı dedin də qızlara aid, mən də üstümə götürəcəkdim az qaldı. Mən artıq dözə bilmirəm deyəcəm. Oğlanlar deyir ki, qız var, söyüş-söymə, amma qız xəyanət edirlər. Onda çox hörmətli olurlar. Mənim başım çıxmır. Yəni qız var, söyüş-söymə deyən xəyanət elədiyini sən hardan bilirsən də? Yəni bu sözü mən deyirəm ki, yəni qız var, söyüş-söymə. Mən xəyanət elədiyimi iddia edirsən. Yəni mənim xəyanətimi harda görübsənsə mən başım çıxmır. Niyə belə ümumi danışırsan la? Əsəbləşməyə durduq xeyr. Bu video maraqlı olmalıdır. İnşallah qollu paltarlı Əlivi yuyanda paltarı qolu su olsun. Sən elədiyin qarğışım mən. Sən görüm telefonsuz qal. Bu çox böyük bir qarğışıymış. Həqiqətən düşmanıma bir demərəm də. Yəni sən görüm qonaqlıqda yemək oğurlayanda hamısı baxsın, qabağında sırtıq uşaq olsun və s. Qonaqlıqda niyə yemək oğurlayırsan? Sən nə yaşayırsan qardaş? Sən nə danışırsan ha? Ayağımın altında Lego parçası qalsın, videoya oy, bu pis bir şeydir bu arada. Lego parçaları adamın ayağına girirsə, nəsə çox populyar olur bu tip mövzularda. Sən görüm yatmağa girəndə ayaq sərsə barmağı kravatın qırağına
Yemək yeyəndə mahnı vədinə düşsün, tapa bilir. Sən yazdığın cümləni mən. Axşam telefonun enerjisi 1 ikən şarja qoy, səhər qalxanda hələ də 1 olsun. Heç də olmaz sonra qoyarsan. Nəticədə bu video bu qədərdir. Ümid sevdiyiniz bir video olmuşdu. Artıq burada nə tip şeylər gördünüz, həyatınızda istifadə edərsinizmi, istifadə eləməzsiniz? Məncə eləməyin, ehtiyac yoxdur. Heç kəsə də qarğış eləməyə dəyməz. Deyirəm və bu videomu burada sonlandırıram. Daha yaxşı qarğışlarınız varsa yorumlar qismində yazmayı unutmayın. İkinci bölümü istəyirsə bu videoya 2000 like atmağı unutmayın. Gələcək videoda görüşmək üzere.